Salam, kanalımıza xoş gəlmisiniz. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Bugün sizə çox ləzzətli bir bulka resepti təqdim edirik. Yəni bişirdikdən sonra həm ətri, həm dadı çox xoşunuza gələcək. Bunun üçün bizə lazımdır 200 ml stəkan ölçüsü ilə 6 stəkan un. Sizin işlətdiyiniz undan asılı olaraq unun miqdarı arta və azala bilər. Üzərinə 200 ml stəkan ölçüsü ilə şəkər tozu əlavə edirik. Siz şəkər tozunun miqdarını azalda bilərsiniz, əgər bulkaları biraz kəmşirin sevirsinizsə. Onun üzerine bir çimdik duz, bir paket instant maya və 100 qram kərə yağı otaq temperaturunda da əlavə edə bilərsiniz. Biz biraz əritdik, ilıq formada əlavə etdik. 300 ml süd əlavə etdik ilıq formada və 2 ədəd yumurta. Bu ingredientləri əlavə etdikdən sonra xəmirimizi yoğururuq. Xəmirimiz yüngül formada ələ yapışan, çox da sıyıq olmayan, amma yumuşaq xəmir olmalıdır. Əgər gördünüzsə xəmiriniz ələ yapışır, əlinizi biraz bitki yağı və yaxud da zeytin yağı ilə yağlayıb xəmirinizi formaya sala bilərsiniz. Sonra xəmirinizin üstünü örtüb mayalanmağa qoyursunuz. İnstant maya istifadə etdiyimizə görə 20 dəqiqə ərzində bizim xəmirimiz mayalandı. Biraz isti mühitdə saxlasanız uzağı 15-20 dəqiqə ərzində mayalanır. Və mayalandırdıqdan sonra isə istədiyiniz böyüklükdə kündələrə ayıra bilərsiniz. Biz kündələrimizi biraz kiçik götürdük ki, hər kəs rahatlıqla yeyib bitirə bilsin. Və kündələrimizin içərisinə kişmiş yerləşdirib yağlı kağız sərmiş soba istimizə yerləşdiririk. Bu arada kişmişi tək ortasına deyil, xəmirimizi mayalanmağa qoyduqda xəmirin üzərinə vurulub, qarışdırıb, elə də istifadə edə bilərsiniz. Sadəcə olaraq mənim qızlarımdan biri kişmişi sevmir. Ona görə də onun içərisinə qoyuram ki, yeyəndə rahatlıqla içərisindən çıxarda bilsin. Bu arada kişmişdən başqa şokoladdan, cemdən istifadə edə bilərsiniz. Sadəcə olaraq əlimizdə kişmiş olduğu üçün biz hal-hazırda kişmişdən istifadə etdik. Kündələrimizi də hazırladıktan sonra üzərini örtüb 10 dəqiqə ərzində yenidən mayalandırırıq. Bu arada üzəri üçün 1 yemək qaşığı süd, 1 ədəd yumurtanın sarısı və biraz bitki yağı əlavə edib qarışdırıb kündələrimizin üzərinə çəkirik. Əvvəlcədən 180 dərəcə qızmış, atlı üslü rejimdə qızmış sobamıza yerləşdiririk və nəzarət edirik. Bizim bulkalarımız 20-25 dəqiqə ərzində tamamilə bişdi. Ümid edirəm ki, siz də edib, bəyənib fikirlərinizi bizimlə bölüşəcəksiniz. Bu arada çox yumuşaq, çox ləzzətli və ətirli bulkalar alındı. Bu reseptlə bulkaları hazırladıktan sonra fikirlərinizi, rəylərinizi yazmağı, abunə olmağı və bəyəni qoymağı unutmayın. Sağ olun.